5 il öncə Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər və 2 il öncə həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkənin bütün ərazisində suverenliyimiz bərpa olundu. Bu, eyni zamanda Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərpası, bərqərar olması demək idi. Ona görə də bu il həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də zəfərin 5 illiyi münasibətilə bu il Azərbaycanda Konstitusiya və suverenlik ili elan olunub. Bu il eyni zamanda başqa bir tarixi hadisə ilə də yadda qalacaq. Avqustun 8-də Birləşmiş Ştatlarda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı. Bu nə deməkdir? Bu o deməkdir ki, 5 il öncə cəbhədə əldə etdiyimiz tarixi zəfər diplomatik masada da öz təsdiqini tapdı. Və bu zəfər, bu qələbə və bu il eyni zamanda müəyyən yeniliklər, yeni reallıqlar yaradıb və bu reallıqlardan irəli gələrək Azərbaycanın QHT sektoru, ictimai sektor, qeyri-hökumət təşkilatları üzərində də müəyyən missiyalar var. Necə ki, Azərbaycan qeyri-hökumət təşkilatları müharibədən əvvəlki dövrdə fəallıq göstəriblər, necə ki, müharibə dövründə həm ön cəbhədə, həm arxa cəbhədə rəşadət göstəriblər. Mən əminəm ki, yeni dövrdə, quruculuq dövründə də Azərbaycan QHT sektoru üzərinə düşən missiyanı uğurla yerinə yetirəcək.